Dünya mertler dünyasıdır, erenleri mi yaşasın? Dünya mertler dünyasıdır, erenleri mi yaşasın? Sinesini tufanlara gelenleri mi yaşasın? Sinesini tufanlara gelenleri mi yaşasın? Ne güzeldir takdırır, bu ah kimi gözler durur. Ne güzeldir dağ görürüm, bu ah kimi gözler durur. İnsanlara hayat nuru verenleri mi yaşasın? İnsanlara hayat nuru verenleri mi yaşasın? Öz adı var el yanında, yaxşının da yamanında. Öz adı var el yanında, yaxşının da yamanında. Hər bir kəsi öz donunda görənlərimi yaşasın. Hər bir kəsi öz donunda görənlərimi yaşasın. Tanrılar çöreğiyle, torpağı gülü çiçeğiyle. El tanrılar çöreğiyle, torpağı gülü çiçeğiyle. Nəbzi xalqın ürəyiyle, Kur'anlarını yaşasın. Nəbzi xalqın ürəyiyle, Kur'anlarını yaşasın. Könüldülər beşiğinde, öz evinde eşiğinde. Könülcüler beşiğinde, öz evinde eşiğinde. Həqiqətin keşiğinde, duranlarını yaşasın. Həqiqətin keşiğinde, duranlarını yaşasın. Öz adı var el yanında, yaxşının da yamanında. Öz adı var el yanında, yaxşının da yamanında. Hər bir kəsi öz donunda görənlərimi yaşasın. Hər bir kəsi öz donunda görənlərimi yaşasın. Hər bir kəsi öz donunda görənlərimi yaşasın. Hər bir kəsi öz donunda görənlərimi yaşasın.
O nəticə. Bir yerde yiyecek mi? Elə baxdınız, Həmişə gözəl yerlərdə görüşək. Hər vaxtınızı elimizin, günümüzün əziz uşaqları bilirəm. Çünki mən bu yığılan uşaqları görəndə mənim 80-ci il yadıma düşdü. Ətlik gölündə onların belə bir kampaniyasında mən yenə də iştirak eləmişdim. Allah sizi var eləsin. Həmişə Allah Teala can sağlığı versin, belə görüşlərdən tez-tez olsun. Və bugün bu görüşün də bu gözəl təşkil olunmasında böyük rolu olan təşkilatçı bacımız Suraya xanıma söz verirəm, qoy məclisi açıq elan eləsin. Deyirəm, bəlkə almışlayaq, ondan sonra gəlsin. sözü verdim, məcbur danışmalıyım. Çünki oradan dərmansız çıxana gəlsin, sən... Birincisi, hamınız xoş gəlirsiniz. Həmişə belə gözəl günlərə yığışaq. Allah gözəl gün nəsib eləsin, yiyib, içmək deyib, gülmək olsun. Hamınıza minnətdaram ki, mənim sözümü yerə salmadınız, gəldiniz. Mənim üçün çox dəyərli, çox əziz insanlarsınız. Bana hörmət edib gəlirsinizsə, mənim üçün çox dəyərlisiniz. Bir məktəbdə oxuyub, bir partada oxumuşuqsa, özünü bilən uşaqlara, bu gəlməyənlərə aiddir. Biz bir ailə sahibiyiz. Əgər hörmət eləsə, o ailəyə hörmət eləyən buraya gələrdi. Yəni, neynim, necinim deməzdi. Bizim dönə-dönə bu qızlarımız sağ olsun ki, olanlarımızdan çox üstündür. Allah sizə sağlam can versin, həmişə bu işi təkrar eləyək. Maşallah, hamınız bir-birinizdən gözəl, bir-birinizdən xanım xatın, bir-birinizdən ağ birçək, bir-birinizdən ağ saqqal, gözəl insanlarsınız. Hərə bir evin qadını, xanımı, kişisi, indi kişilər sonra deyəcəm, birinci arvadlara hörmət edirəm, birinci arvadlara hörmət edirəm. Evin yanar çırağı arvadsa, əsas dirəyi kişidir. Allah heç bir qadını kişisiz, kişi arvadsız eləməsin. Saç biz məktəb uşağı yox, gözəl görçək, nənə, babalı hamı. Siz Allah'tan bir arzum var ki, nəticə görəsiniz. İndi müəyyən səbəblərə görə uşaqlarımızdan bəziləri gəlməyib, o da onların öz taksırıdır, bizim taksırımız deyil. Özlərinə dəyər versə gələrdilər. Amma elə uşaqlarımız var, qurban olum Allaha, Allah gerdə qalanlara sağlam can versin. Onlar rəhməti edibdir, sabirdir, adilədir, zöhrədir, əsəddir. Onlara Allah rəhmət eləsin, yerləri cənnət olsun. Belə çox bunu belə pis olaraq deyirəm. Mən məsələ istəməzdim ki, onları nəsə ola elə də siz. Allah sizə can sağlığı versin. Allah elə müəllimlərimizin canına can sağlığı versin. Bizim həyatda haqqı ödənə bilməyən 2 dənə insana dəyər verməyimiz var. Bir valideynlərimizdir. Əsas ana. Yəni bizi dünyaya gətirən anadır. Valideynlər əsas ana. Bir də müəllimlərimizdir. Analarımız bizə həyat bəxş edirsə, müəllimlərimiz də bizə həyat dərsi keçməyi, həyatda formalaşmağı, savad verməyi, bilik verməyi, keçmişi öyrətməyi, gələcəyi də qurmağı öyrədir. Buna görə müəllimlərimizə çox minnətdaram. Və müəllimlərimizin də, valideynlərimizin də qarşısında həmişə baş əyirik ki, bizi dünyaya gətiriblər və müəllimlər də düzgün yol göstərib bizə. İndi mən sizə dedim, ağ birçək qadınlar ya ağ saqqal kişilər, bunların həmişə qoy, ağ saqqallı o deməkdir ki, bizim həyatda qoy saçımızın ağı kimi Allah qarşısında da üzümüz həmişə ağ olsun. Bir-birimizi görəndə həmişə yaxşı günləri düşünək. Allah bizə ürəyi verir, o ürəyi doldurmaq bizim özümüzdən asılıdır. O
O ürəyi gərək bir-birimizə qarşı sevinçlə, məhəbbətlə, xoşluqla dolduraq ki, bir-birimizi görəndə belə ürəklə görüşək. Biz elə olmalıyıq ki, irəlidə gedən bizi gözləsin, gerdə qalanlar bizə çatmağa çalışsın. Yəni, həmişə həyatda elə olmaq lazımdır. Mən sizə dərs keçməyə gəlməmişəm, mən prosto sizi görüb ürəklənib danışıram, sizin özünüzün hamınız bir ailə yəsisiniz. Biz, məsələn, bu stolun arxasında oturan insanların o qədər bir-birinə dəyərlidirlər ki, mən bir şey düşündüm. Evdən çıxanda dedim, düzgülənmək lazım deyil. O stol arxasında oturan hərəsi bir güzgüdür. İnsanı çox yaxşı görürlər və insana dəyər verməyi çox yaxşı bilirlər. Bu həyat elədir ki, biz balaca vaxtda deyirdik ki, Allah nə gözəldir, uzun belə həyat olacaq. Yox, həyat uzun deyil. Gərək biz həyatı elə eləyək ki, yaşlı üstə yaş gəlir. Bu yaş üstə yaş gəldiksə, gərək biz hər dəqiqəmizi dəyərləndirək, hər dəqiqəmizə qiymət verək. Və bu xatirələr ömrü boyu bizim yaddaşımızda qalan bir şeydirsə də, bu hey bizlə gedən bir şeydir. Gərək həmişə yığışaq, həmişə bir-birimizə hörmət edək, həmişə bir-birimizlə görüşəndə xoş gözəl günlərimizi arzulayaq. Allah hamıya can sağlığı versin, Allah hamının işini avand eləsin. Burada olanların hamısı balalarından, nəvələrindən yarısın, balaların nəvələri gözlərindən nur ışığı olsun. Sağ olun, öpürəm. İndən belə müəllimlərimizə söz verilir, sonra da uşaqlara. Sağ olun, hamınızı öpürəm. Demə geri dönəndir bu, neçə ildir yol gəlibə. Demə geri dönəndir bu, həyallarda dincəlinə. Sağlam kimlərdir
Bu yerdə Qurbanov Məhəmmədin bir sözü yadıma düşdü. Qızıl şəfək soyuqla bilməzdi, yığıncaqla heç ayrılıq bilməzdi. O çökəkdə bir dolandı, bir gəldi, xeyir şəhərdə bir süfrəsi var idi. Əziz el oğulları, gözəlsiniz yoldaşları, hamınıza bəllidir ki, mən kiçik yaşından bu musiqi ilə məşğulanda, yəni mənim bu qanımdaydı daha doğrusu. Ona məni indi bugün Allah dünyasını dəyişən hər bir kəsə rəhmət eləsin. Allah Vəli qardaşımıza rəhmət eləsin. Vəli məni yanına çəkdi. Yəni bu sənəti mən təkmilləşdirdim və belə deyim, məktəbdə də bir böyük müğənni, qarmon çalan kimi bir rol aldım və o rolda da bizim hər birimizin gözəl, sevdiyi Müsəmbər müəllimə bana rəhbərlik edirdi. Bizim əzizlərimiz, Biraz yaxın tutun. Yaxın tutun. canımız yağımız, müəllimlərin nə qədimi ürəkləri. İndi burada 3 müəllim nümayəndəsi var. Birinciyi təşəkkür edirik ki, siz bizi yada salıb, dəvət edirsiniz və elə bir ki, keçmişə aparırsınız bizi, xatirələrə, o gözəl günlərə, qızıl şəfəqə aparırsınız. Deməli, biz elə bir kənddə gəlmişik, gözəl bir kənddə, Qızıl Şəfəqdə. Kayno rayonunda bu kənd adlı sanlı bir kənd idi və məktəbi də elə. Qızıl Şəfəq məktəbi, qutaran uşaqlar hamısı gəlib Bakıda nə dərini oxuyurlar, adanır. Ali məktəblər. Ali məktəblər qutarır, profesor olurlar. Bunu da kim təməlini kim qoydu? Müəllimlər. İndi burada deməsən yaxşı çıxmaz. Gözəl Allah rəhmət eləsin. Saxan müəllim, Museyev müəllim, Aldı müəllim, Ev müəllim, İsa müəllim, özgə kim Şamxal müəllim, bizə də qəhtlaşı etdi, sizə də dərs deyil. Allah onlara rəhmət eləsin. İlyas müəllim. İlyas müəllim, Süleyman müəllim, Məmməd Süleyman. Allah rəhmət eləsin, qalanlara da can sağlığı versin. Kim yaşayır bu gün, neçə nəfər, Allah bizə də can sağlığı versin. Ben o kənddə bir də adlı sanlı profesor, neçə profesorumuz var idi? Afat müəllim, Yaqub doktor, alimlər, jurnalistlər, nə bilim, hansı translar, o bizim əməyimiz idi. Allah xoşunuz olsun, siz uşaqlar da nə qazanırsınız, nə də demək, oranın tərbiyəsi, oranın mədən ərkanın suyu, Allah sizi xoşbaxt eləsin, sağ olun, təşəkkür edirik dəvət elədiyinizə görə, sağ olun.
müəllimlərimiz, Tofiq müəllim, Vaqif müəllim gözəl məclisdə iştirak edir və Valla, bilmirəm sizə nə tədbir müraciət edeyim. Deyim ki, ay uşaqlar, uşaq deyilsiniz. Deyim, ay balalar, artıq özünüz nənəsiniz, özünüz anasınız, özünüz babasınız, atasınız. Mən deyirəm ki, ay əzizlərim, sizə minnətdarım. Öpürəm sizin hamınızı. Kim burada var? Onları, kim yoxdur, müəyyən səbəb üzündən yəqin ki, gələ bilməyibdir. Allah onların da canını sağ eləsin, işini rahat eləsin. Kimlər yoxsa da, Allahdan diləyək ki, Allah onun ruhunu şad, yerini, məkanını cənnət eləsin. Siz öz zəbətinizlə, mənim müəkkəfim daim qızı Süraya, öz zəbətinlə məni keçmişlərə qaytardı, elə bir cavanlaşdırdı. Mən yaşlı bir adam, yaşlı bir insan, inanın, evdə bu tərəfdən mən komandirim, Səfər müəllimə, bu tərəfdən deyir, dur o biraz hərəkət elə, gedirəm o divara. Oradan bu tərəfə, amma mən daim qızı məni məcbur elədi, gün gəldim, buraya qabaqsa da biraz ağzını tutur ki, bizə deyib dörtdə orada olun, gəlmişik ikimiz, qonaq qəbul edirik, hamını qəbul edirik. Öpürəm birinci növbədə daim qızını, Sürayanı, o gözəl insanı, o gözəl xanımı. Mən istəmirəm, yardım etdirəm və özdə üzrü hesab edəmən, müəyyən səbəbə görə keçirərdim. Özümü də var, dilim tutulda işlərsə da bilməm. Hamısı yaxşıdır, Allah. Özüm elə bir nəsə görürüm. Onu qeyd Siz gəlmişsinizsə, o mənim üçün bir dünyadır həyatdır. Yox. Sizin gəlməyiniz mahər şey. Vallahi gəlməyə bilməzdi. Bilirsən, sən deyəndə gözlə qabaqsa dedim ki, səsimdən tanımadım. Axı biz tez-tez telefonla əlaqədə olmuruq ki, səsdən tanıyasın. Nəyi demək istəyirəm mənim əzizlərim? Allah canınızı sağ eləsin, gələnlərin də gəlməyəsin. Bu dəvət məni çox-çox qabaqlara apardı. Çox-çox qabaqlara. Yəni, uşaqlıq dövründə keçirdim. Mən cavan müəllim gələn vaxtı, deməli, siz oxumuşsunuz. Mən sizin yaşınızda olmuşam. Təxminən, biraz sizdən fərqli olmuşam. Büyüm mən elə yaşa gəlib satmışam ki, bu dəvəti qabaqsa tərəddüdlə qarşıladım. Amma gəlib iştirak edəndən sonra məndə bir arzu yarandı. Deyəm sizin hamınıza ki, mən sizə, mənim yaşımı hələ arzu edirəm. Artırını Allah versin. Az çoxdur, siz onu qəbul ediyin. Mən həyatımı yaşamışam, çox şık yaşamasam da, zəifsə yaşamamışam, zəif də. Xoşbəxt yaşamışam. Öz səyət yoldaşımla bir ildə 57 ildir. Bir yerdə yaşayırıq, dalaşıb eləmirik, hər gün, axşam barışır. Akşam yoxdan bir saat. Mən dalaşırım, mən dalaşma olur. Yəni, sizə nə yapışırım, ailə xoşbəxtliyini. O vaxt aylaq insan xoşbəxt olur, şunun ailəsi xoşbəxtdir. Mən o xoşbəxtliyi sizin ailənizə də arzu edirəm. Mən Allahdan diləyirəm ki, bu mehribançalıq həmişə sizin aranızda olsun. Siz bir-birinizin qədrinizi biləsiniz, siz bir-birinizi qiymətləndirə biləsiniz və bir-birinizin çağırışınıza cavab vermək imkanınız olsun. Yəni, o görüşmək üçün imkan da lazımdır. Allah o imkanı sizə versin. Amma daim qızının müəyyən o sözlərinə irad tutacaq. Misal üçün deyək, bizim düzdür, hamımız deyirik ki, anamız Azərbaycan, demirik atamız Azərbaycan, yox, ana. Sözsüz ki, ana, anadır. Hər bir ailədə ananın yeri müqəddəsdir. Peyğəmbərimiz də deyib ki, cənnət anaların ayağı altındadır. Amma kişilər elə belə figur deyil, yəni, mən
dedi, kişiler yardımcısı kimi bir şey çıxır ya. Amma elə deyil, kişiler yardımcısı deyil. Şimdi siz təsdiqli eşitmək istəyirsiniz, mən sizə təsdiq edeyim. Doğrudan da kişiler əsas, evdə əsas figur kişidir. Eləyim sizə, bax, hamınız yalnız gedirdiniz. Bir fərman oğlum, qardaşım, dostum ortaya çıxan kimi hamınız onun başına dolandınız. Deməli, evdə kişi asılandır. Kişi figurdur, kişi pul gətirəndir, həm də şəxsiyyətdir. Tərbiyəsi anadır. Bunu gizlətmək olmaz. Ana tərbiyə edən ailədə. Yəni, uşaq əgər evdə tərbiyəsizsə də, birinci növbədə onun günahı anadadır. Çünki ata çöllərdədir, belə deyirik də. Ata evdən kənardadır. Olur ki, həftələrdən evdə olur. Amma kim o ailəyə uşaqları rəhbərlik edir? Ana. Ona görə ananın əməyini itirmək olmaz. Amma mən bayaq bir şeyə baxdım. Fərman oynuyordu. Bu bizim bir aslanımız. Sonra Ramizlə Rövşən oraya çıxan kimi qadınlar üç yerə bölündü. Yenə kişilərin başında fırlanırlar belə. Ona görə bizi ayaqlamayın. Deyin ki, siz lazımsız adamlarsınız. Biz lazımlı adamları öpürəm sizi, təşəkkür edirəm. Qəbulunuza görə yenə təşəkkür edirəm. Allah sizi xoşbəxt, balalarınızla bir yerdə. Nə düşünürsünüz, nə arzuluyorsunuz, nə diliyorsunuz, Allah onu sizə nəsib eləsin. Öpürəm sizin qabınızı. Sağ olun. Sağ olun. Sağ olun. Əvvələn bu işin təşkilatçısının canı sağ olsun. Suraya qanun olsa belə, pəhlivan ki, 2 dəfə zəng eləmişəm, Suraya çağırıbsan, hara gedim, nətər gedim, neysə. Yəni, əlaqəyi məndən oxurub, saxlayıb, təşkilatçılıq böyük şeydir, bəli. Amma bununla belə təşkil eləmək çətin qəlbət ki, ətrafda yığışmalı, təşkilatçının yanında olmalıdır. Hamının canı sağ olsun, bu görüş adi bir görüş deyil. Bu tarixi bir hadisədir. Bizim yaşımız keçən o vaxtdır. Cavan idi, hepsi cavan idi. Siz də uşaq idiniz. İndi sizi axsaqqal görürəm, böyük görürəm, sonra zorla tanıyırım, təxminə tanıyırım. Ona görə bu böyük tarix hadisədir. Bizim gəlməmiz də tarixə həkk olur. Ətrafımızda belə öyrətdiyimiz, həm də bir yerimiz, öz dayımızın, şəxsimizin övladlarıdır. Bizim üçün çox hoşdur. Doğrudan gözəl qeyd elədi hər tərəfli. Əlbət ki, nə olsun aralanlıq, amma yenə ürəyimiz birdir. Bu görüş hər insana bir cür təsir bağışlayır. Xüsusən biz yaşlıyıq. Biz yaşlılara daha çox təsir edir ki, görüşək, balaca aşağılar böyüyüb axsaqqal olurlar. Nə gözəl, həmişə axsaqqal olur. Allah övladlarınızı xoşbəxt eləsin, evresi dairəsini seçib, nəvəli nəticəli olsunlar, siz də baxın, fərq edin. Sizə ailənizlə birlikdə can sağlığı, həyat xoşbəxtli yanılıyla. Həmişə xoşbəxt olun, həmişə şad günlərdə olun. Biz sevindik, yəqin siz bizdən çox sevindik. Sağ olun. Məclisimiz devam edir. Fərman, Ramiz, Rövşən, İsmail və Kamandar. Xahiş edirəm mikrofona buyurun. Bir gündür. Çünki bugünü bugün yaşayırıq, ama sabahtan önce bir güzel bir xatirə kimi yadda qalacaq. Allah
Allah sizin elinizi var eylesin. Kimden başlayalım? Geçen anlarken. Aynen güzel. Hamza yaşlı da sakal var. Sen hele çok. Ya Somali ya da kimse Tolyasya'dan getmez. Her birimizin sağlığında, şərəfimizə, bu çok güzel bir gündür. Ümumiyyətlə, bugün mənim üçün maraqlı bir tədbir oldu. Üstünlüklərimizin, qırıqlıqlarımızda 40 gün deyilən bir tədbirdir. Oradan çıxıb gəlmişəm bura. Hər birimizin şərəfimizə, hər birimizin ailəmizə xoş günlər olsun. Hər birimizə mənalı, şərəfli həyat yolu arzulayıram. Evimizdə, eşimizdə, bollarımızda hər birinə xoş günlər arzulayıram. Ne bizi biraz desək ki, bir yubileyə uyğun gəlmir ki, mən 80-ci rəqəm, 86 ildir, 45, 50, 60, Allah hər birimizə sağlam ömür versin. Bu günləri yaşayan, nə bilim, tədbirə qoşulanların sayı da biraz artsın, azalmasını artsın. Hər birimizə xoş günlər, evinizdə, ailəmizə xoş günlər arzulayın. Doyun işlər, hər birimizə xoş günlər arzulayın. Sağ olun. Hamınızı salamlayıram, axşamınız bir daha xeyir olsun, daha kimlə görüşməyəm, yaxından bağışlasınlar. Süraya bazıya da minnətdarlığımı bildirirəm ki, bu işi təşkil edib, bizi bir yerə yığıb. Hər bir sinif yoldaşıma can sağlığı, uzun ömür, xoşbəxtlik, ailə saadəti arzulayıram. Gün o gün olsun, nəvələrinin, nəslələrinin toyunu görsünlər. Bizə nə deyim, sağ olun, minnəttar. Sağ olun. Allah Süraya uzun ömür can sağlığı versin, ailələrinin də başından bunu eksik eləməsin. Tədbirin özü başqa şeydir. Bu biz ikinci dəfə deyilmişik də. Yəni, günlüklə olmazlar. Yəni, bütün xanımlara uzun ömür can sağlığı, ailə saadəti, bir-birimizi xeyir işlərdə anır. Həmişə belə mehribancılıq olsun. Uzaqdan, fərq eləmir uzaqdan, Gürcistandan gələnlər var. Gürcistandan gələnlər, o nə demək? Yəni, Allah yollarını açıq eləsin, can sağlığı, ailəsi azaddır. Bu əslik günümüz beləmsi olsun. Yəni, məktəbdə nəsər, burada da eyni. Onun timsalında bizim müəllimlərə də uzun ömür can sağlığı arzulayıram hamısına. Nə deyək? Kimin başqa nə sözü var, buyuram. Ayağımız bugün. Daha deyirəm hamısını, çox sağ. Akşamımız xeyir, huzurban da hamını salamlayıram. Kimlə görüşəmədimsə də üzürü saysın. Kimisə tanımadımsa üzürü saysın. Hamınıza nəvə toyu qismət eləsin Allah. Ne edeyim, necə edeyim deməyəsiniz. Can sağlığı, uzun ömür.
tane teker aldım, vurdum Kamaz'ın altına serdim. 2 gün sonra çıktım gittim Roma. Başım işledim bu arada, onu ıslatıyla boyladım. Ona göre risk gittim. Tırnavurunu ıslatıyla. Sağ olun. Bugün bu güzel meclisimizde tam ucuzuna bakmayarak, uzaklığına bakmayarak, başka restorasında olmağına bakmayarak Hilal Hanım'la Zeynican Hanım bu meclise təşrif buyururlar ve burada iştirak edirlər. Mən əvvəlcə hər ikisinin şərəfinə gözəl bir alqış istəyirəm və sonra onlardan başlayıram bütün bir sinir yoldaşlarına söz dinlə. Əvvəlcə Suraya isə demək istəyirlərsə. Gözəl insanlar, mən hamının adından deyirəm, Allah var eləsin. Hilalı da, Zərniyarı da, sizi də. Qadın ola. Tiflisdən, Marloldan gəlmək, Rusiyadan gəlmək hər kişinin arzudur. Nəinki qızdır. Elə də obsi qızlarımız, çi qeyrətdir bizim qızlarımızın hamısı. Gələn oğlanlarımıza da Allah can sağlığı versin. Allah başlarına bir tükəksik eləməsin, həməşə yığılaq, həməşə keçmişimizi yad eləyək. Allah bu qızlarımızı da var eləsin, xeyr günə, xeyr işə gəlsinlər həməşə. Dünya mərdlər dünyasıdır, ərənlərimi yaşasın. Dünya mərdlər dünyasıdır, ərənlərimi yaşasın. Sinəsini tufanlara gələnlərimi yaşasın. Sinəsini tufanlara gələnlərimi yaşasın. Nə gözəldir dağ qırır, bu ağ kimi gözlər durur. Nə gözəldir dağ qırır, bu ağ kimi gözlər durur. İnsanlara həyat nuru verənlərimi yaşasın. İnsanlara həyat nuru verənlərimi yaşasın. Öz adı var el yanında, yaxşının da yamanında. Öz adı var el yanında, yaxşının da yamanında. Hər bir kəsi öz donunda görənlərimi yaşasın. Hər bir kəsi öz donunda görənlərimi yaşasın. Tanımlar çöreğiyle, torpağı gülü çiçeğiyle. El tanımlar çöreğiyle, torpağı gülü çiçeğiyle. Nəbzi xalqın ürəyiyle, Quranlarını yaşasın. Nəbzi xalqın ürəyiyle, Quranlarını yaşasın. Könüldülər beşiğinde, öz evində eşiğində. Könülgülər beşiğində, öz evində, eşiğində. Həqiqətin keşiğində, duranlarını yaşasın. Həqiqətin keşiğində, duranlarını yaşasın. Öz adı var el yanında, yaxşının da yamanında. Birinci Suraya minnətdarımı bildirirəm ki, belə vəsilə olun, qanımız yetişmişik belə. Çox şadam, sizi neçə il bundan sonra görməyimə. Çox sağ olun. Sağ olun, sağ olun.
Kras kimi danışır ha. Təmiz Elə kras. demir, deyirəm ki, belə ağzına bax, gəlin, nə gəlirəm? Mən Bezli ilə danışıyorduk. Tam başqa. Ay Süray, mən 9'da tamalda okudum. Ay Süreyya, sana minnətdarım. Tamamımızı yolsan. Az sən verən üstünə gözəldir. Çok sağ ol. Ben bir tane mektepte 10. sınıfta otuyanlar koydu şeylerle Tofik Mehmet'in orada. Bir de benim mektepte koymuştu, sınıfta koymuştu Tofik Mehmet'i. Taçışanın bir vaktiydi, bu fərdə yetişilicə qaçar. Dedim ki, yol Tofik Mehmet'i döver. Dedim ki, korkma dövməzcə qaçar. Elə sınağı gördüğü çıxanda benim yanıma sigarete ben yumurtayım. Çok kapıdan Tofik Mehmet'in içine adamımızı hayırlısı. Geri döndüm, geri dönende bir yaxşı şirlər oldu ha. O şirlərin kırılsın hələ gözümdədir. Allah sana can sağ versin Tofik Mehmet, ömrü uzun olsun. O şirlər de yanımda ha. Ben hazırım. Yarın neye hazırım? Ben bir başlasın. Yaşlanmayı yaptı. O gün yerde sabah teknik sabah. O şeylerden Ay Tofik müəllim, o şikirliyi yiyib də gözəl gəlin çıxıb bu. Tofik müəllimin şiirəsi hər kəs üçün xeyir duadır. O şirliyi mesela ben bir lafım olmazdı ben. Seçim dönür. Tövbe mənim Bismar salanda Tövbe mənim qoymaq. Gözəl yoldaşlarım, dəyərli yoldaşlarım. Mən də çox şey gəlir nə qaldı bilirsən. Yox, yaxın Çox ödəti yox. Məni döyün. Həmişə xeyirlərdə, tanıqlərdə görüşmək Allah bizləri nəsib eləsin. Hamınız nəvə nəticə qoyuyorsunuz. Allah sizə can sağlığı versin. Mən bir dəfə Bəhrəm müəllim möhkəm başımı daskıya vurur. O qonşum. Daskıya Seçim dönür Musayeva. sigaret şimdi sigaretini vurup Akşamınız xeyir olsun əziz və hörmətli qonaqlar. Xoş gəldiniz, hamınız. Çox şadam sizi görməyə mən. Neçə ildən sonra görürük? Neçə ildə qaldı? 46. Sağ olun, var olun. Ləqabaya gedirəm. Surayla yaxşı təşkil edirsiniz. Sağ olun, var olun. Sağ olun. Çox sağ olun, Allah razı olsun. Biz de Hilal Hanım'a da size de minnettarız ki, nəzərimizə çatdın ki, Hilal Hanım Marnavudan gəlir. Zəricə xanım da Rusiyanın Orenburg vilayətindən gəlir. Və Sonalar sonrası Sona xanım. Sən 4 ömrüydün, değil mi? 6. Görüşmüşük ama bir daha seni sağ verirəm hamınıza, hamınızı xoş gördük. Herkes hamınızı xoş gördük. Yaxşı ki bu gözəl gündə bir-birimizi görüşdük də. Çox sağ olsun Sürayyanın təşkilatçılığı ilə. Allah canını sağ eləsin müəllimlərimizi də. Müəllimlərimiz bizi tək qoymadı. Bizim başımızın üstündə durdu. Vallahi indi hardasa elə bir qorxu, həyəcan var. Müəllimi də göründə çox danışa bilmirdim. Allah sağınızı sağ eləsin. Tofik müəllim, Vaqif müəllim, Şənbər müəllimə. Allah sizin var eylesin. Həmişə var olun. Sizin köyləriniz həmişə bizim üstümüzdə olsun. Düzdür, bizim özümüz də bir ailəyik, bir ailənin başçısıyıq. Bir ailənin, nə bilim, bizim köylərimiz də kimisə üstündədir. Amma onunla belə Allah sizin köylərinizi bizim üstümüzdən əşki eləməsin. Çox sağ olun. Sağ olasın. Məktəbdə çox sakit idi. Yox, sakitçilik dedik. Uşaqlar da Allah canını sağ eləsin. Valla çox sevindim. Bəzi elə uşaqlar oldu ki, qızlar kəmirlər. Valla kəmirəyə baxdım, heç mən kəmirəni harada görsəm heç salam vermir. Hatta tanımazdım ki, salam verər. Onunla belə uşaqların hamısı. Çox sağ olun uşaqlar, öpürəm hamınızı. Allah canınızı sağ eləsin, Allah gələn ayaqlarınızı var eləsin. Daha nə deyil? Maşallah. Her şey bildiğim olsun. Sən də sağ ol, eləsin, başqa oynarım. Sağ ol, sağ ol, çok sağ ol. Sen yarın ya 10 ömür, 11 ömür. Yox, 12. 12, 7, 9 oldu.
Onun için ömür versin. Amin salamlayıram müəllimlərim, siz başqa müəllim, hamısı müəllimlərim. Çox sağ olun. Mən siz yoldaşlarım, sizi çox istəyirəm. Neçə ildir görüşürük. Allah hamımıza xeyir iş qismət eləsin, xeyir işlərdə görüşək. Sağ olun, var olun. Öpürəm hamınızı. Sağ olun. Sağ olun. Şu an hamısı danışmalı. Söz dediler bunlar çıktı. Ben de hamınızı hoş geldin eyleyəm. Allah canınızı sağ eyləsin, sizinlə görüşdüyümüzə görə. Allah müəllimlərimizin də canını sağ eyləsin, bizim sözümüzü yiyəcək görə. Hamınızı öpürəm, bir daha hamınız hoş gəldiniz. Yardımda kalan hatırı yoktu danışıyor. Hatırı çoğu yaxşı danışıyor. Anlatayım, tanış. Anlatayım. Yapsam mı danışıyor? Mən də bu təbriklərə qoşuluram. Gözəl həmişə belə gözəl günlər bizdən olsun. Bizi nətərdir, ən pis günlərimiz qoy belə olsun. Bizim sözümüzü yerə salmayıb, bizim gözəl günlərimiz, üzüm vururum Səmbər müəllimə, Vadiq müəllim, Tofiq müəllim. Ona görə ki, onlar bizim sözümüzü yerə salmadılar, gəldilər. Qoy Allah onlara uzun ömür can sağlığı versin. Sonra da bizim uzaqdan gələn qızlarımız var. Mən də onlara deyirəm, xoş gəldilər. Yəni ki, ürəkləri döyür. Rusiyakdan gələn var, Hilal Gürcistandan gəlib, bizim Gülşən xanım Şamaxıdan gəlib. Yəni ürəkləri döyür gəlibdir buraya. Gerdə qalan qızların hamısı da bir-birinə hər gün danışırıq ki, nə vaxt olacaq, nə vaxt olacaqdır. Bu günü gözləyirik. Allah hamıya can sağlığı versin. Ona görə ki, mən uşaqlara dəbir verirəm. Bizim hamımız nənə babıyıq. Yəni, dəbir verirəm ki, ay uşaqlar. Bizim özümüz bir evin, ailənin bir böyüyünü idarə edəyək. Burada bu işi də idarə edən Sürəyyadır. Allah ona can sağlığı versin. Evinə, eşiyle əksi olmasın. Allah balaların üstünə nəsi eləməsin. Ölənlərdən gözəl atasına Allah rəhmət eyləsin. Ona görə ki, bu təşkilatı o eylədir. O eyləməsi bəlkə biz yaşa bilməzdik. Can sağlığı, hamıya can sağlığı, uzun ömür. Allah'ın verdiği ömrü indən belə xoşbəxt və can sağlığına keçirdi. Öpürəm hamımızı, can sağlığı, uzun ömür olsun. Həqiyyət, sizə deyildik doğrusa dokunmurdu. Verdən tutuşana Hoş geldiniz. Hamınıza uzun ömür can sağlığı arzu ediyorum. Müəllimlərin bir tane canlar sağ olsun, ömür uzun olsun. Bizim sözümüzü yerə salmadı gəldiler. Sağ olun. Verildi gibi. Danışdan boylanışa xələr. En küçük söz değil. Küçük söz değil. Küçük söz değil. Mavi, zaten sıra salacaksın. Küçük söz değil. Yarışını bakalım. Onlar bir de hoş görmüştü. Hadi bir söz değil. Bazılarım qardaşlarım, hoş gəldiniz. Müsəmbər müəllim, Tofiq müəllim, Vagil müəllim, hoş gəldiniz. Müsəmbər müəllim, həyatda can sağlığı arzulayır. Sağ olun. Mən də hamınıza hoş gördük. Həmişə gözəl günlərdə görüşmək. Allah müəllimlərimizə, sizlərə can sağlığı versin. Həyatınız həmişə gözəl olsun. Hər işləriniz xeyir olur olsun. Allah'ınızı xeyir görəsiniz. Amin inşallah. Soluna qəbul eləmişsin sağ tərəfində. Qarı bir sən açık söz değil mi? Məsələ var. Yenə hamımızı xoş gördük. Bəs salam. Elə günlərdən tez-tez olsun, tez-tez Su çıxsın cinsin. hamımızı xoş gördük. Hamımızı qarşılaması əziz bacılarım, qardaşlarım. Belə günlərdə tez-tez görüşək. Müəllimlərimizə minnətdarım. Səmbər müəllim, Tofiq müəllim, Vagil müəllim. Bizim sözümüzü yerə salmadığınız üçün sizə minnətdarım. Allah Sürəyya can sağlığı versin. Bizi belə gətirdik. Buna minnətdarım. Sən də Şuradan danışdın.
canımızsa. Bütün elin qurbanlar, Rəşid gəndə hamımızın ürəyimiz qeyri. 100 yaşında. Məncə də O gözəl televizyon alanı. Zirvəli qədiklər, yastı çəmənlər, obalar oymaqlar, salamat qalın. Aynasında öz əksini gördüyüm, ətəyində lalə nərgiz dərdiyim, şərbət sularına könül verdiyim, ay körpə bulaqlar, salamat qalın.
Ne kadar güzel. Thank you.
Gözəl məclisdir, gözəl də keçir. Deyirəm, məclisimizin ən şirin vaxtıdır. Biraz da şirinlik atmaq üçün gəlsən, tortu kəsək, ağını da kəsir. Razısınsa da əlmişliyaq. Əli, gözəl uşaqlar var. Allah hamınızı qorusun. Həmişə belə şirinlik deməklə, xoşluq keçməklə, ən əziz olsun. Xeyirli olsun, davamlı olsun, 100 gün olsun, 85 olsun, 100 İnşallah. Nəvələrimizin əldən tutasın, gələk nənəmiz xeyirli olsun, şəhərli olsun, davamlı olsun. Sizə almışlar gəlsin. Allah müəllimlərimizin canını sağ eləsin, həmişə xeyir işlər. Bir uşaqlarımızın hamısına verək. Yalan da verəcəm, apar yəni. Vəli elədik ki, mən hər şey qaldı. Çünki mən Ümrədən gələndə Qurban kəsib, uşaqlarımızı yığaçındır. Yəni, o zatına elədim ki, həm 45 illiyimiz, həm Ümrə elədir, hər yaxşı şey bir-birinə qarşı. Çox təəssüf ki, Vəliyə görə onu eləyə bilmədim. Amma sizin payınızı saxlamışam, qızlarımın, uşaqların. O tortu da elə bir ziyarət hesabına, yəni Ümrədən gəlmə, ona özüm pişib gəlmişəm ki, uşaqlarım Allah hamıya qismət eləsin. Bütün ziyarət hamının üstündə balalarımız da dursun, əzizlərimizi qorusun. Allah həmiyyə can sağlığı versin, inşallah, inşallah.
Bir de inanın laf yaxşı işləyəcək. Allah sağ olsun. Allah hizmet eləsin. Sağ olun, öpürüm hamınızı. Hamınızdan çox razıyam, minnətdaram. Sizə xoş günlər arzulayıram. Sizinlə olmaq çox xoşdur. Mənim üçün çox əzizsiniz. Çox sağ olun. Sağ olun. Bunu balaca verəcəm çünki yox, bunu paylaşmaya verib. Elə kesib hamısını bir qablaca gözüm kəsəcəm burada. Ki, hər əşdə oturub kəsən oraya. Yəni bu adı mən eləyəcəm. Sizin elədiyinizi mən bəyənirəm. Oturun hamı. Allah dediğine sağlık diye. Ölenlere Allah rahmet eylesin. Allah kabul etsin. Canım sağ olsun. Elə bir gün kəsib suarı edilmişdir. Bəli, oturmuş deyirəm. Bir de şey diyeyim. Sağ olun. Zaman çəkib çəkdirirsən, haralar? Çəkmə də belə baxmır bu an. Sən dodağını sıxma, aralı dur. Valo, sağ ol, haradasın sən? Yaxşı. Allah'ın dərine bilirsən. Mənə deyirsən, nə var? Bir də ayrı-ayrı qaldı. Yoksa değil, 7'de başlayan koyduk. Gittiniz mi? Sağ olun. Hadi bakalım, sağ olun. Allah razı olsun. Çok sağ olun. Çok sağ olun. Sağ olun. Biz de gidelim yani. Az önce biz de gidelim. Ne yiyin? Ne yiyin? Dünya mərdlər dünyasıdır, ərənlərimi yaşasın. Dünya mərdlər dünyasıdır, ərənlərimi yaşasın. Sinəsini tufanlara, gələnlərimi yaşasın. Sinəsini tufanlara, gələnlərimi yaşasın. Nə gözəldir dağ görür, bu ağ kimi gözlər durur. Ne güzeldir dağ görürüm, bu ağ kimi gözler durur. İnsanlara hayat nuru verenlerimi yaşasın. İnsanlara hayat nuru verenlerimi yaşasın.
kəsi öz donunda görənlərimi yaşasın. Hər bir kəsi öz donunda görənlərimi yaşasın. Tanınlar çöreğiyle, torpağı gülü çiçeğiyle. El tanınlar çöreğiyle, torpağı gülü çiçeğiyle. Nəbzi xalqın ürəyilə, Quranlarını yaşasın. Nəbzi xalqın ürəyilə, Quranlarını yaşasın. Könüldülər beşiyində, öz evində eşiyində. Könülcülər beşiyində, öz evində, eşiyində, həqiqətin keşiyində, duranlarını yaşasın. Həqiqətin keşiyində, duranlarını yaşasın.